Siz bilirsiniz ki Azərbaycan xalqının sinəsində dağlar var. 1828-ci ilin dağı var. 1813-cü ilin Gülüstan müqaviləsinin, Türkmençay müqaviləsinin dağları var Azərbaycan xalqının köksündə. Azərbaycan bugün kiçik məmləkətdir, hətta kiçik millət də deyirlər bizə. Amma klasik Azərbaycan çox əzəmətlidir, çox böyükdür. Bəzən bu biz əzəməti layiqincə qiymətləndirə bilmirik. Şah İsmail Xətai dövründə Azərbaycan olub 2.800.000 kvadrat kilometr. İndi 2 milyon yoxdur. 800.000 də yoxdur. İndi Azərbaycanın vurtut Sovet Azərbaycanının sahəsi 86,7 min kvadrat kilometrdir. Yəni Azərbaycan 30 dəfə kiçildirib. Azərbaycan deyirlər 2 yerə parçalanıb. Yox, Azərbaycan 200 yerə parçalanıb. Rüşvətlə parçalayıb. Rüşvət Akademiyası Azərbaycanı. Nakəslik, namərdlik, xəbislik, ayağından çəkmək. Bir dəfə Sabir Rüstəmxanlıya sual verdilər ki, haçan bu fəlakətlərə, bu mənəvi çırdaşmaya son qoyulacaq? Dedi, 30 milyonluq Azərbaycan yarananda, vahidləşəndə, bu zırlıq, bu rüşvət, bu şirkab, bu dələduzluq, bu çəkişmə son 170 ilin məhsuludur. İmperiyanın, sümürgəçilik dövrünün məhsuludur. Sümürgəçilik aradan qalxanda Azərbaycan dərdləri də aradan qalxacaq. Azərbaycan vahidləşəndə, bütövləşəndə bu dərdlərimiz aradan qalxacaq. Mən bu sözlərə böyük iman bəsləyirəm. İmperiya dövründə, şarlıq dövründə harada mütərəqqi bir ideya doğubsa dərhal Velikorussovizmi ora öz parmağını qoyub, ora yasak işarəsini qoyub. Məsələn, İslamçılıq, məsələn, türkçülük, İslamçılığın baniləri, türkçülüğün baniləri, bizim milli qəhrəmanımız Cavad xan, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, heykəli qızıldan tökülməli milli qəhrəmanımız. Harada işıq varsa, harada nur varsa, dərhal zülmət, bayquş zülməti, zülmət bayquşu kökü vurun üstünə. Ona görə biz bugün milli qəhrəmanlarımızı tanımaqda, qiymətləndirməkdə çətinlik çəkirik. Mən xatırlayıram ki, 37-ci ildə yalnız Mikail Müşfiq güllələnməyib. 37-ci ildə bizim millətimizin adı güllələnib. Türk sözü güllələnib. Zahirən deyirlər ki, nə böyük şey, nə böyük fərqi var. Azərbaycanlı ya Türk. Amma dərindən düşünəndə Azərbaycanlı sözünün tarixi 37-ci ildən bəridir. Bu halda sənin olur 51 yaşın. 51 yaşlı Azərbaycan milləti daşnaq millətçiliyin qabağında duruş gətirə bilərmi? Ya başqa millətçilərin qabağında duruş gətirə bilərmi? Amma Türk anlayışı ilə sənin 6000 illik tarixin maraqlanır. Mən mübahisə edirəm Mirzə İbrahimovla. O deyir ki, xəli cızığından çıxma. Biz Azərbaycanlıyıq, vəssalam, qutardı getdi. Mən deyirəm ki, Mirzə İbrahimov, baxı mən Xaqani tərcümə eləmişəm. Xaqani yazır ki, nə qılıncdan çəkinərik, nə qanlı dar ağacından. Çünki Türkük, köksümüz al qırmızı dan yeridir. Mən tərcümə eləmişəm. Nizami Gəncəvinin kitabı satışda indi. Sultan Səncəri yaxalayır, qadın atının cüloğundan yaşayır. Deyirsən, ədalətsizsən, sən Türk padişahı deyilsən. Türk olsan, sənin məmləkətində özbaşlanıq olmaz. Ağbirçək qadının bir şeylərini yolmazlar. Dağ kimi ucalmışdı bir zaman Türk dövləti. Sarmışdı məmləkəti, ədaləti, şəfqəti. Sən yıxdın o şöhrəti, batıb getdi o atsan. Demək sən Türk deyilsən, yağmaçı bir hindusan. Türk ləyaqət meyarıdır, qəhrəmanlıq deməkdir, ədalət deməkdir Nizami konsepsiyasında. Mən tərcümə edirəm, tərcümə eləmirəm. Oxuyuram Məhəmməd Füzulini,
bizim böyük milli şairimizi bir ol səbəbdən farsi ləfsi ilə çoxdur nəzmi kim? Nəzmi nazik türkü ləfsi ilə ikən düşvar olur. Məndə tövfiq olsa bu düşvarı asan eylərəm. Növbəhar olğac dikəndən bərgi gül izhar olur. Mən oxuyuram nəbatini, deyir mən bekçi türkəm. Mən türk oğluyam. Mən oxuyuram Dahi Ələkbər Sabiri, bir türk qəzeti versə də əhlə ziya, mən onu almam əlimə mütləqa. Çünki müsəlmanca konuşmaq mana eybidir, öz eybimizi anlarıq. Aybərək Allah, nə gözəl canlarıq. Hoşlamarıq bir para nadanları, şiiri nisvani müsəlmanları, neyniyirik Fatma tükəzbanları, Aliyaları, Sonyaları yanlarıq. Aybərək Allah, nə gözəl canlarıq. Mən oxuyuram Dahi Hüseyin Cavidi, görürəm yazır. Bir zaman işləyəndə Türkün atı qırılardı bir ölkənin kanatı. Mən oxuyuram Səməd Ruhuni, görürəm Rəhbərə Salam şeirində 38-ci ildə yazır. Bakının sayrışan yıldızlarından, şadrasız boyasız Türk qızlarından. Sonra Türk sözü pozulur, onun yerine yazılır şən qızlarından, ya şərq qızlarından, ya şux qızlarından, ya el qızlarından. Türk sözünü qaralayırlar. Mən oxuyuram 83 yaşlı Şəhriyarı, bu gün sağ salamat, canlı Nizami, canlı Füzuli, görürəm yazır. Türkün dili tək sevgili, ehsaslı dil olmaz. Başqa dili qatsan, ədəbiyyat əsil olmaz. Türk deyəndə sənin 6000 illik tarixin olur. Biz Azərbaycan Türkləriyik. Bundan bu başqa var Türkiyə Türkləri, Qazaq Türkləri, Qırğız Türkləri, Tatar Türkləri, adı dəyişdirilsə də Bolqar Türkləri, Hələb Türkləri, Uyğur Türkləri, İraq Türkləri, Uyğuristan Türkləri, Sibir Türkləri, Sakistan, Yakutiya Türkləri, Qaqavuz Türkləri. Yarım milyar Türk yaşayır bugün dünyada. Yarım milyar Türk'ün şah budağı 30 milyonluq Azərbaycandır. Bu qüvvətdən qorxurlar. Çəkilsin ölümdən kədər, mistika, mənim xeyrimədir statistika. Sən keşmə deyilsən, balaca, sıska, ey sonsuz ummanım Azərbaycanım. Azərbaycanın umman qüvvəsindən, Türk'ün umman qüvvəsindən qorxur düşmən. Onlara xatırlatdı. Bizim böyük siyasi xadim Qramıka son Ali Sovetin son sesiyasında Dağlıq Qarabağ məsələsinə işarə vuranda dedi ki, это несчастный вопрос, это не региональный вопрос. Повторяю, это несчастный вопрос. Повторяю, это не региональный вопрос. İşarə vururdu ki, Azərbaycanın sərhədləri dışında daha böyük Azərbaycan var. Daha əzəmətli, bizim güman etdiyimizdən əzəmətli İslam dünyası var. Türk dünyası var. Pakistan hüküməti mənim eşitdiyimə görə tələb edib ki, mən 300 Rus hərbiəsirini İraq Əfqan müharibəsində əsir alınmış 300 Rusu sənə qaytarmağa hazıram. De ki, 72 Sumqayıt gənci azad olunsun. Bu qüvvət dayanır Qramık sözlərinin sağında. Dağlıq Qarabağ üstündə böyük mübahisələr getdi. Dağlıq Qarabağ, Qarabağ ifadəsi başdan başa Azərbaycancadır. Qara sözünün bir şorlu mənası var. İkinci mənası böyük deməkdir. Məsələn, Qara dəniz böyük dənizdir. Qara, bağ, bağ əslində boq deməkdir Rusça. Yəni ulu tanrı, böyük tanrı. Azərbaycanın məbədidir Qaradağ. Azərbaycanın arteriyasıdır. Azərbaycanın ürəcidir. Azərbaycanın şah damarıdır Dağlıq Qarabağ. Çox təəssüf ki, Fransa qəzeti bunu bildirmədi. Və bizim qəzetlər ölü oldu. Bir də gözəl şeirlərindən yadınızda da o. Ancaq sizin şeirinizə. Bu da lazımlıdır. Bunlar hamısı görsün tələbatdan alqışlar. Bu sərt, ağır günlərdə mən Ali Başkomandan olsam, olmasam belə Azərbaycan adından əmr edirəm, silahlan. Bilirəm. Silahsız dayanmağa bir qırpımda haqqın yox.
Silahsız dayanmağa bir qırpım da haddin yox. Gözlərin qoşa lülə, kipriklərin qılınc ox. Bilirəm, alınmışdır əlindən, hətta ov tüfəngi də. Nə qəm, kinlə silahlan, arxalı köpəklərə nifrətinlə silahlan, qeyrətinlə silahlan, daş kəsəylə, tüfəklə, dəyənəklə silahlan, nuş et ildırımları bir şimşəklə silahlan. Bilirəm, savalandan ağırdır çiynində sənin yükün, telegüzgü, radyo, mətbuat çoxdan ölgün. Yox, sən ölməməlisən, hələ ki gedib gələn nəfəsinlə silahlan. Qəfəsdəsənsə, qır, şat, qəfəsinlə silahlan. Bircə qarışqanı da tapdamağa qıymayan, ömründə bircə kərə məkrə, şərə uymayan, qəlbi ummandan dərin, bəluşədən də kövrək, hətta düşmənlərinə duz çörək verən xalqım. Çəkinmə, bu döyüşdə yer-göy sənə pənahdır. Sənin gül təmizliyin, saflığın da silahdır. Vursatdasın içində, elə bilmə ki təksən. Yer də, göy də sənindir. Sən qalib gələcəksən. Sağ ol Xəlil müəllim. Sağ olsun Xəlil müəllim. Xəlil müəllim demək istəyirdi ki, sizə nə borcludur bu xalq, bu torpaq. Sizə yağ vermişik, sürü vermişik, pambıq, qızıl balıq, kürü vermişik. Pul istəyibsiniz, pul da vermişik. Eşşəklə bərabər çul da vermişik. İndi də torpaq üçün el açıbsınız. Bir görün nə qədər alçalıbsınız. Yolçuluq yaraşmır heç adınıza. Tüpürüm mən sizin bu zatınıza.